Əziz müəllimlər və şagirdlər, Azərbaycan ərazisində iqlim tiplərinin yerləşməsini əzbərləmək bəzən insana çətin gəlir. Əvvəla bir qaydanı unutmayaq ki, yüksəkliyə doğru getdikcə temperatur azalır. Temperatur azalırsa, deməli hava soyuyur. Bu ardıcıllıqla da düzənlikdən dağlığa doğru nəzərə alsaq ki, bu ərazilər Böyük Qafqaz, bu ərazilər Kiçik Qafqaz, bu ərazilər Zəngəzur, Dərələyəz, bu hissə Talış dağları kimi nəzərə alsaq, düzənlikdən dağlığa doğru getdikcə hava soyuyur. Soyuduqca yarımsəhra quru çöl iqlimi öz yerini mülayim isti iqlimə, deməli, nə soyuq deyil, nə də isti deyil. Daha sonra mülayim isti iqlim öz yerini soyuq iqlimə, artıq mülayimlikdən və ya istilikdən danışmaq olmur, soyuq iqlim. Ən yüksək dağlıqlarda isə dağ tundra iqliminə verir. Yəni, yuxarı doğru getdikcə öncə yarımsəhra quru çöl iqlimi düzənliklərimizdə, sonra dağ ətəyi və alçaq dağlıqda mülayim isti iqlim, daha sonra yüksək dağlıqda soyuq iqlim, ən yüksək zirvələrdə isə dağ tundra iqlimi formalaşır. Bu ardıcıllıq yadımızda qalsa, digər əzbərlənməli olan məqamları da sonraki videolarda göstərəcəm.